Ən çox hansı ixtisaslar üzrə təhsil almağa gedirlər, hansı ixtisası məsləhət görə bilərsiniz? İlk növbədə bildirim ki, mən ixtisas məsləhətçisi deyiləm. Yəni bizim şirkət ixtisasla bağlı məsləhətlər vermir. Bunun üçün xüsusi mütəxəssislər, xüsusi testlər var. O mütəxəssislərə prof orientator deyirlər, ixtisas seçimi mütəxəssisi. Müəyyən testlər vasitəsilə bunlar sizə uyğun ixtisası təxmin edə bilirlər. Biz daha çox xarici universitetlərlə bağlı araşdırmalar edib təkliflər verə bilərik ki, siz hansı ixtisası harda oxuya bilərsiniz, büdcəsi nə qədərdir, ora qəbul olmaq üçün nələr tələb olunur. Ən doğru ixtisas üzrə məsləhətçi siz özünüzsüz. Valideynləriniz, yaxın dostlarınız, bacı-qardaşınız ola bilər. Hansı sahədə özünüzü xoşbəxt hiss edə bilərsiniz, hansı sahədə öz işinizi sevə bilərsiniz, ona mütləq ki, yönəlin. Mənim burada verəcəyim məsləhət ondan ibarətdir ki, xarici təhsil aldığınız zaman ixtisas seçərkən fikir verin ki, həmin ixtisas həmin ölkədə nə qədər populyardır, nə qədər iş yerləri var, müəssisələr var, professorlar var. Məsəl üçün, neft-qaz ixtisasını Almaniyada oxumağı məsləhət görmürəm. Amerikada, Səudiyyə Ərəbistanda, Rusiyada oxusanız daha, yaxud ki, Azərbaycanda oxusanız daha sizə faydalı olar. Çünki onu sonra tətbiq eləməyə, praktik eləməyə yeriniz var. Amma məsəl üçün, maşın qayırma ixtisasını, digər mühəndislik ixtisaslarını Almaniyada çox yaxşı oxuyub, çox yaxşı da işlər tapa bilib, praktik eləyə bilərsiniz, tətbiq eləyə bilərsiniz. İxtisası elə seçin ki, o tətbiq eləməyə bir yeriniz olsun, ətrafınızda, yaxınınızda, universitetin özündə, şəhərin özündə, ölkənin özündə. Bu cür məsləhət verə bilərəm ixtisas seçimi ilə bağlı. Dünyanın gündəmi IT-dir, süni intellektdir, amma yenə də həkimsiz çox çətindir, hüquqşünassız çox çətindir, çörəkçisiz çox çətindir bu dünyada yaşamaq. Hər peşənin öz yeri var. Mütəxəssisi də çox tələb olunub və çox da gözəl pul qazana bilər. Ona görə sevdiyiniz işi, peşəni seçin.